Bakıda tramvay xətti olacaq deyirlər. Nə vaxt və necə? Təfərrüatları birazdan deyəcəyik. Zorakılığı gizlədənlər cəzalandırılacaq. Təfərrüatları birazdan. Və Qarabağ Liverpool səfərindədir. Vacib oyundan gözləntilər var. Bundan da xəbər verəcəyik. Ərvatınız xeyr, ARB xəbəri izləyirsiniz. Ölkədə, dünyada olub bitənlər barəsində məlumatlarımız çoxdur, amma qısa bir anonsumuz da var. Əvvəlcə anonsu təqdim edirik. Tikinti materiallarının əl yandıran qiymətləri. Taxta ilə müqayisə eləyəndə 20% hər yerdə qalxıb. Birini qovalıysan oynar, bu biri gəlir. Bu birini göndərsən, o biri gəlir. Sualları bəyənməyən bazarın işçiləri qalmaqal yaratdı. Eyvana görə istilik pulu tələb olunub. 10 kvadrat artıq hesablanır. Sakinlərlə qurum arasında anlaşılmazlıq. Bakının məşhur bazarında sürücülər yollara çarə axtarır. Evə getmək üçün gələm mən nə qədər vaxtım gedir. Addım-addım tıxaza düşürəm. Svetofor qoyarlar, 4 yol kimi açılsa yaxşı olar. Məsafəni qısaldan təklif qəbul ediləcəkmi? Sözgedə məsələlərlə bağlı birazdan daha ətraflı məlumat təqdim edəcək. Hələlik isə günün əsas hadisələrini nəzərə yetiririk. Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunacaq. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncama əsasən Mədəniyyət Nazirliyi Milli Elmlər Akademiyası ilə birlikdə Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunan tədbirlər planını hazırlayıb həyata keçirməli. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Xarici İşlər Naziri Ceyhun Bayramov Çinə rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Naziri Van Yi ilə görüşüb. İkitərəfli və çoxtərəfli münasibətlərin vəziyyəti, perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub. Tərəflər həmçinin xalqlar arası əlaqələrin möhkəmləndirilməsi, təhsil, mədəniyyət, turizm və gənclər arasında mübadilələrin ikitərəfli münasibətlərin dayanıqlılığında mühüm rol oynadığını qeyd ediblər. Almaniyanın Xarici İşlər Naziri Azərbaycan və Ermənistan səfirləri ilə Cənubi Qafqazı müzakirə edib. Almaniyadakı səfirliyimizdən məlumat verilib ki, Alman nazir Azərbaycan Ermənistan arasında əldə olunan nəticələrin hər iki ölkənin böyük nailiyyəti Avropa tarixində mühüm hadisə olduğunu vurğulayıb. Bildirib ki, bu sülh hər iki ölkə üçün Avropa İttifaqı ilə sabit və etibarlı münasibətlər baxımından böyük imkanlar yaradır. Azərbaycanın Almaniyadakı səfiri Nəsimə Ağayev diqqətə çatdırıb ki, məhz Bakı sülh gündəliyinin təşəbbüskarı olub, əsas prinsipləri irəli sürüb, onun ilk layihəsini təqdim edib. Donald Trump'ın təşəbbüsü ilə yaradılan Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb. Bu barədə təşkilatın X hesabında qeyd olunub. Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır deyə açıqlamada bildirilib. Qeyd edeyim ki, ötən həftə Davosda Sülh Şurasının nizamnaməsinin imzalanması olub. Prezident İlham Əliyev də tədbirdə iştirak edib. Azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Növbəti köç Cəbrailin Horovlu kəndinə idi. Bu mərhələdə Horovluya 20 ailə, yəni 77 nəfər köçürüldü. Kəndə köç eləyənlər müxtəlif rayonlarda, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti qalan ailələrdir. Az əvvəl anons etdiyimiz məsələyə nəzər yetirəcəyik. Bugün medianın gündəminə tramvay xəbəri düşdü. Mehdabaddan 28 may metrosuna tramvay xətti olacaq. Bu ilə bağlı layihələndirmə aparılır. Bu barədə Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev aidiyyatı dövlət proqramının ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib. Onun sözlərinə görə tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov isə bildirib ki, bu il Bakıda tramvay şəbəkəsinin yaradılması ilə bağlı işçi layihənin hazırlanması nəzərdədir. İlk növbədə konseptual plandan sonra layihələndirmə mərhələsi həyata keçiriləcək. İlk xətt Mehdabad 28 may xəttidir. Burada artıq texniki işlər, texniki hazırlıq işləri getməkdədir. İlkin araşdırma həyata keçirilib və ilk texniki iqtisadi əsaslandırma da dediyim kimi bitib və layihə hazırlıqdan sonra artıq inşasına başlanması nəzərdə tutulub. İnşa başlanandan sonra inşaatçı şirkətlər bunu 3 il ərzində
inşa edilməsinə söz verirlər. Layihələndirilmədən sonra biz burada da ümumi planımız, yanaşmamız budur ki, dünyada bu işi, yəni bu infrastrukturu quran bir neçə aparıcı şirkətlər var. Bunlar istər Çinin şirkətləri ola bilir, Avropa şirkətləri var, başqa ölkələrin də şirkətləri var. Ancaq məqsəd tam müfəssəl bir layihə hazırlandıqdan sonra transparent bir tender vasitəsilə bizim üçün ən uyğun təklif nə olasıdırsa onun seçilməsidir. Çünki orada da istisna deyil ki, icra edəcək qurum öz maliyyə təminatını, ekspert kreditləri və s. bunlar ola bilər və bunların heç biri istisna deyil. Binəqədidə küçələrdən birini göstərəcəyik, keçmək mümkün deyil, deyirlər. Sakinlər deyirlər ki, bu problem illərdir var və heç bir tədbir görülmür. Yayda tozdan, qışda isə palçıqdan əziyyət çəkirlər. Baxırıq. Yollar bərbad gündədir, yağış yağanda, qar yağanda, yəni bu yollardan istifadə etmək mümkün deyil də. Mən 22 ildir buradan gəlib gedirəm bu maşınla. Özüm də bu aşağıda yaşayanam. 22 ildir bura belədir. Qaradağla Binəqənin kəsişməsində olan bu yol bərbad vəziyyətdədir. Bu ərazidə yaşayan sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, qurumlar bu məsələni bir-birinin üzərinə atırlar. Özüm maşın sürən adamım, bu yoldan gedib gələndə, hətta sənə deyim ki, piyada geçsəm, mən maşından tez gedib çıxarım M5-imə. Yavaş-yavaş gedib çıxıram. Dəfələrlə özümüzdəki, yəni əlimizdən gələn edirik, yəni alınmır. Dağılır, yenə tökülür. Böyük maşınlar bura yollar pis gün qoyubdur. 20 ildir mən bu müşküdə yaşayıram. 20 ildir bu yollar bu bərbad gündədir. Mən buranın taraz halını görməmişəm, bu yolun yaxşı halını görməmişəm. Həmişə yaman gündədir, maşınlarımız dağılır, özümüz yaman yerə düşürük. Yolda gördüyümüz kimi. Keçib gəlmişsə rahat olur yoxsa? Gedib gəlmək, yox, pis gündədir bütün hər yer. Maşına ziyan olur. Maşın nədir, özümüzə də ziyandır. 5 dənə ayaqqabı dəyişirik. Yollar bərbad gündədir, yağış yağanda, qar yağanda, yəni bu yollardan istifadə etmək mümkün deyil də. Adi quru halında maşın altı dağılır. Yəni biz maşınları pul ödəməkdən öncə yorulmuşuq. Mən 22 ildir buradan gəlib gedirəm bu maşınla. Özüm də bu aşağıda yaşayanam. 22 ildir bura belədir. Biri atır Binəqədiyə, biri atır Qaradağa, biri atır Abşerona. Hərə bir-birini, amma 2 dənə daşı üstbəyiz qoyan kimi yürüyüb gəlirlər ki, nə olacaq, orada daş qoymuşsan. Amma yola baxsınlar da, heç olmuyor, nə olar? Biz araşdırdıq və məlum oldu ki, bura Binəqədi rayon icra hakimiyyətinin ərazisidir. Problemlə bağlı da elə sözü gedən quruma müraciət etdik. Bildirildi ki, qeyd olunan məsələ ilə bağlı artıq məlumat verilib. Həmin ünvanda asfalt örtüyünün dəyişdirilməsi mərhələli şəkildə həyata keçiriləcək. Ümid edirik ki, keçilməz yolların təmir və bərpası ən qısa zamanda yenilənəcək. Ümid eləyək. 8-ci kilometr bazarında sürücülər bazara girib çıxmaqda çətinlik çəkirlər. Svetoforun olmaması səbəbindən uzun müddət tıxacda qalmalı olurlar. Həmin ərazidə yolun yenidən təşkilini istəyirlər. Nurlan Rafiqoğlu ərazidə olub, sürücülərin təklifləri var. Dinləyib və bizə də göstərəcək. Bakının Nizami rayonu 8-ci kilometr bazarına giriş-çıxış çətinləşib. Bunu sürücülər deyir. Onlar bildirir ki, bazara işıqforla tənzimlənən yol ayrıcından daxil olurlar. Ancaq çıxarkən tıxaca düşürlər. Səbəb də odur ki, Xətai rayonu Babək prospekti istiqamətinə gedənlər Neftçilər dairəsindən geriyə dönməli olurlar. Bununla onların yolu uzanmış olur. Sürücülər bildirir ki, bazardan çıxıb Xətai rayonuna getmək üçün yalnız Neftçilər dairəsində tıxacda qalmalısan. Onlar bildirir ki, əvvəllər yol ayrıcında beton bardür mövcud olmayıb. Bu isə onların işini daha rahat edib. Əvvəllər buradan yolun orada keçmək üçün birbaşa buradan keçirdim. Vaxtında gedirdim, çatırdım mən mənzilə, evə. Ancaq bardür yox idi. Bardür yox idi, olmuyor. İndi yolun orada keçib evə getmək üçün gələm mən nə qədər vaxtım gedir. Addım-addım tıxaza düşürəm ki, Neftçilərdən gələk Kuruqundan gedəyəm, Neftçilərdən Kuruquna. Oradan fırlanım, qayıdım keçəm oraya. Ora açılsa daha yaxşı olar da, şoferlər üçün daha yaxşı olar. Yəni, necə açılsa, 4 yol ayrıcı təmin. Bəli, bir svetofor qoyarlar, 4 yol kimi açılsa yaxşı olar. Sürücülərin dediyinə görə əvvəl yol ayrıcına daxil olmaq mümkün idi. Bazarın digər bir yolu da mövcuddur ki, həmin yol işıqforla tənzimlənən
4 yol ayrıcına istiqamətlənir. Ancaq burada giriş qadağandır nişanı mövcuddur. Sözü gedən ərazidə yol hərəkətinin təşkilində dəyişiklik edilməsi məsələsinə hərtərəfli təhlillər aparıldıqdan sonra nəqliyyat intensivliyinə uyğun olaraq baxılacaq. Bu yanaşma hərəkət təhlükəsizliyini və yolun ötürmə qabiliyyətini təmin etmə məqsədi ilə hərəkətin optimal təşkili üçün zəruridir. Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirildi ki, Qaraqarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində artıq işıqfor obyekti mövcuddur və nəqliyyatın ardıcıl hərəkəti təmin olunduğundan Bəkir Çobanzadə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində hər hansı problem müşahidə olunmur. Həmçinin bu ərazidə yolun hərəkət hissələri bardürlə ayrılıb. Nəqliyyatın hərəkətinə maneə yaranmadığından əlavə işıqfor quraşdırılmasına ehtiyac duyulmur. Qurumlar belə deyirlər. Siz nə deyirsiniz mövzu ilə bağlı? Yazın gəlsin və yeri gəlmişkən sizin olduğunuz ərazidə bənzər problemlər varsa onu da qeyd edə bilərsiniz. 050-201-93-93-də gözləyəcəyik. Tikinti materiallarının qiymətinə nəzər yetirəcəyik. Ekspertlər deyir ki, mövsümi artım ola bilər. Əməkdaşımız Dərdəngüldəki tikinti bazarına gedib qiymətlər barəsində məlumat öyrənmək istəyib, amma bazarın işçiləri çəkməyə imkan verməyiblər. Bugün qovalıysan oynar, o biri gəlir. Bugün göndərsən, o biri gəlir. Necə yəni qovalırsınız? Günahı yıxsan mənə. 400 manatlıq adamım. Siz burada durmuşsunuz ki, jurnalistləri buradan qovasınız. Tək jurnalist söhbəti dərsən, niyə başa düşmürsən? Sosial şəbəkələrdə və bəzi media platformalarında tikinti materiallarının qiymətinin artması barədə məlumatlar yayılıb. Tikinti materiallarının qiyməti artıbmı? Bunu yoxlamaq üçün tikinti materiallarının satıldığı bazara gəldik. Hər yerdə qiymət qalxıb, bizdə əslində qiymətlər biraz da düşüb, ancaq alıb deyilən şey yoxdur. Tikinti dayanıb hər yerdə, ona görə də alıb yoxdur. 340-350 manat idi, indi olub 300, 290, 295 manat belə. Adi belə yaş taxtaların qiymətləri. Hər yerdə taxta ilə müqayisə edəndə bir 20% hər yerdə qalxıb. Taxtaları hardan gətirirsiniz? Rusiyadan hamısı. Sonuncu dəfə taxta arasında yalan olması 2 ay zad olar. 2 ay bundan qabaq. Aldığımız kimi də elə də qalıb. Onda biz burada nəyə durmuşuz ya? Nəyə durmuşuz biz burada? Siz jurnalistlərdən Elə hər girən bildiyini elib çıxacaq. Siz burada Tək jurnalistlər gəlib. Burada jurnalistlər də olub. Hər şey olur. Jurnalistlərdə nə işiniz var ki? Qoyunuşumuzu görürük. Xeyr. Biz insanlara İcazə almalısan, qurban olsan icazə. Özünü mühafizəçi kimi təqdim edən şəxs çəkiliş etməyə qoymadığı üçün bazarın ofisinə gəldik ki, icazə alaq. Amma çəkilişə yenə də imkan vermədilər. Biz sadəcə insanlara məlumat vermək üçün bura gəlmişik. Xahiş edirəm, çək mana. Çək, qurban onu başa dönüm demək təhqir eləmək. Elə demişsiniz siz mənə. Həqiqə demədim. Necə nazlı jurnalist bizdən siz niyə qorxursunuz ki, çəkməyə? Deyirəm, heç hayırlı oldu. Ya bak bir dəqiqə də yaşım da azdır, yəqin ki mən qədər yaşlıyım. Dedi, mən başa düşdüm. Şəxsi yerdir. Şəxsi yer yox, cəzalı gedir şəxsləri bazar çəkmək. Biz ictimai məsələni çəkirik. Rəhbərliyin telefonunu zəng vurub deyil. Rəhbərliyin telefonu yoxdur. Qiymət artımına gəlincə, ekspert bildirdi ki, mövsümi olaraq tikinti materiallarının qiyməti artacaq. Bu, fevral ayının sonlarında, mart ayının əvvəllərində baş verir. Tikinti layihələrinə hazırlaşan şirkətlər daha çox tikinti bazarına müraciət etdiyinə görə qiymət artımı baş verir. Hər ilin sonunda qiymətlərdə müəyyən inflyasiya təzyiqləri meydana gəlir və bu ərzaq və qeyri-ərzaq mallarının qiymətinə təsir göstərir. Daşınmaz əmlak bazarı da qiymət artımının təsirinə məruz qala bilər. Ekspertin fikrincə çıxış yolu inşaat materiallarının yerli istehsalının təşviqidir. Bazarda yerli istehsalın payı çox olduqda qiymətlərdə tənzimləmə işlərinin aparılması mümkündür. Əmircan sakinləri istilik enerjisinin qiymətinin səhv hesablandığını iddia edirlər. Deyirlər ki, eyvanlarda istilik xətti olmadığı halda eyvan sahəsi üçün də istilik pulu istənilir. Səbinə Həsənova Əmircanda edə reportaj var. 10 kvadrat artıq hesablanır. Suraxanı rayonu Əmircan qəsəbəsi keçid 1848 bina 10-da yaşayan sakinlər istilik enerjisi ilə bağlı yeni hesablamalardan narazıdırlar. Deyirlər ki, istilik haqqı yaşayış sahəsinə görə deyil, ümumi sahəyə əsasən hesablanır. Sakinlərin sözlərinə görə bu hesablamaya eyvan sahəsi də daxil edilib. İndiyə kimi ödəyir 62 kvadratla yaşayış sahəsinə görə. İndi eləyiblər ümumi sahə. Ümumi sahə də yaxşı deyək, bu proxocudur, plandır, bu keçidlər, bu koridor plan. Balkonunda balkon çıxsınlar da,
Çıxmalı deyirlərmi? Bu ay ilk dəfə belə deyək də eyvana görə ödəniş. İkinci dəfə gəlir bu qayda 38 manata yaxın. Ümumi uzunluğu hardasa bir 7 metr var, yenicə 1.30 yerindədir. 7 metr elə 10 kvadrat. 10 kvadrat artıq hesablanır. Sakinlər bildirirlər ki, eyvanlarda heç bir istilik xətti mövcud deyil və buna baxmayaraq həmin sahəyə görə ödəniş edilməsi ədalətsizlikdir. Məsələ ilə bağlı Azəristilik Təchizat Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, 2023-cü il 5 sentyabr tarixində Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş istilik enerjisindən istifadə qaydalarında göstərilir ki, mənzillərin istilik haqları, istilik ödənişləri ümumi yaşayış sahəsinə görə hesablanır, açıq eyvanlar istisna olmaq şərti ilə. Qurum rəsmisi eyni zamanda sayğaclaşdırma ilə bağlı məsələyə də aydınlıq gətirdi. Bu il pilot layihə olaraq Nizami rayonunda bir neçə binaya sayğac qoyulub, amma hesablamalar hələ ki həmin binalarda da hətta sayğac vasitəsilə aparılmır. Bu yalnız pilot layihədir. Eyni zamanda bildirildi ki, pilot layihənin nəticələrinə uyğun olaraq növbəti illərdə sayğaclaşdırmanın tətbiqi mümkün ola bilər. Alov Mühafizə Xidmətinin 150 işçisi işsiz qalıb. Səbəb də tender olmadan Elm və Təhsil Nazirliyinin onları mühafizə etdiyi məktəblərə ayrı bir şirkətə həvalə etməsidir. Hər halda Alov Mühafizə Xidməti belə iddia edir və iddianın nə qədər əsaslı olduğunu öyrənmək istədik. Alov Mühafizə Xidmətinin Elm və Təhsil Nazirliyi ilə müqaviləsi ötən ilin dekabr ayının 30-unda bitib. İşçilərə yenidən tender elan olunacağını deyiblər, amma sonradan məlum olub ki, onların xidmət göstərdiyi məktəb və liseylər tender elan olunmadan artıq Vətən Mühafizə Xidməti tərəfindən qorunur. İşsiz qalan 150 nəfər isə bunu təsadüfən öyrənib. Mən təsadüfən bir məktəbin yanından keçirdim, orada da işləyib fəaliyyət göstərmişəm. Oradan keçəndə orada tanışlarımız vardı, dedim girin bir salamlaşım. İçəri girdikdə kənar şəxslər gördüm. Salamlaşdım, maraqlandım. Onlar orada mühafizə işləyirlər. Pişəvəri Gimnaziya liseyində işləyirdim. Bizə elə bir ki, ayın dekabrın 30 günü mühafizə xidmətinin yəni rəisləri bildirdilər ki, yəni olduğunuz xidməti ərazinizi tərk eləyin. Gedin elə bir ki, evinizə də yəni bir də sizi çağıracaqlar tenderin cavabları ortaya çıxandan sonra. Və mən də gəldim, iradımı bildirdim ki, niyə bəs biz olar, bizi niyə işdən azad eləmişsiniz, niyə başqaları orada xidmət aparır? Dedilər ki, qanunsuzdur orada. Alov Mühafizə Xidmətində xidmət rəisi Elşən Abiyev digər şirkətin Elm və Təhsil Nazirliyi ilə müqaviləsiz işlədiklərini iddia edir. Son tender, yəni 2026-cı ilin tenderi 2025-ci ilin dekabrına qədər bitməli idi. Yəni təhsil ocağı həmən vaxtdan sonra mühafizəsiz qala bilməz. Yəni həmən vaxtda tender tam olaraq elan olunmalıdır və hansı şirkət qalib gələcəksə həmən şirkətdə həmən orada xidmətin göstərməli idi. Bizi dekabr ayında, yəni müqaviləmiz artıq yoxdur, müqaviləmiz bitib deyə biz oradan bizi kənarlaşdırdılar. Vətən Elm Mühafizə Xidmətini gətirdilər, tendersiz yerləşdirdilər ora. Mən Təhsil Nazirinə müraciət göndərmişəm. Bir daha təkrardan deyirəm. Hələ Təhsil Nazirliyi bununla bağlı mənə bir cavab verməyib. Məsələ ilə bağlı Vətən Elm Mühafizə Xidməti ilə əlaqə saxladıq. Baş İdarə Rəisi Etibar Qasımov deyilənləri təqzib etdi. Bildirdi ki, onların şirkətindən heç kim hazırda hansısa məktəbdə xidmət aparmır. Yalnız tenderdən sonra kim qalib gəlsə, o da məktəblərdə mühafizəni təşkil edəcək. Məsələyə hüquqşünasla aydınlıq gətirdik. Tender tələb olunan xidmətlər və ya satın almalar nəzərdə tutulubsa, o zaman mütləqdir ki, tenderlər olsun. Əgər yox, qısa müddətli və təcili hər hansı bir xidmətdən söhbət gedirsə və yaxud az məbləğli satın almadan söhbət gedirsə, burada tenderin olması mütləq deyil. Aşkar olunarsa ki, dövlət qurumları və müvafiq orqanlar tərəfindən ki, burada təxirə salınmaz təcili bir hal yoxdursa xidmət növü və tender qaydaları pozulmaqla bağlanmışdırsa digər müqavilələr, burada bəli məsuliyyət yarana bilər ki, müqavilə ləğv edilsin. Elm və Təhsil Nazirliyi ilə də əlaqə saxladıq, amma Nazirliyin göndərdiyi açıqlamanın bizim çəkib işıqlandırdığımız mövzu ilə heç bir əlaqəsi yox idi. 150 nəfər mühafizəçinin taleyinin necə olacağı sualı da beləcə cavabsız qaldı. ...2024-cü illə müqayisədə ötən il törədilən cinayətlərin sayında azalma olub. Bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclası zamanı Kamran Əliyev məlumat verib. O, həmçinin prokurorluq əməkdaşlarının fəaliyyəti istiqamətində yaradılan imkanlardan da danışıb. Söhbət prokurorluqda qulluq keçmə haqqında qanunun
qulluğun son yaş həddinin 65-ə qaldırılması ilə bağlı yenilikdən gedir. Cinayətkarlıqla mübarizə istiqamətində isə olduqca effektiv nəticələr əldə olunub. Diqqət çəkən məqam xüsusən ağır cinayətlərdə azalmanın olmasıdır. Qəsdən adam öldürmə cinayətlərində də nəzərə çarpan dərəcədə azalma olduğu qeyd edilib. 2024-cü ildə bu cür 161 cinayət hadisəsi olubsa, ötən il 147 rəqəmi qeydə alınıb. 33.379 24-cü ildə qeydə alınmışdırsa, 31.852 cinayət 2025-ci ildə qeydə alınmışdır. Bu da 4,6% azalma müşahidə edirik. Və eyni zamanda cinayətlərin açılma faizi 2,9% artmış və 2024-cü ildə 87,6, bu il 90,5% olmuşdur. Biz prokurorluq əməkdaşları konstitusiya və qanunlarla üzərimizə qoyan vəzifələri çalışmışıq ki, vicdanla yerinə yetirək. Və bunun da nəticəsində digər hüquq mühafizə orqanları ilə birlikdə birinci növbədə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti və digərlərlə birlikdə ölkədə sabitliyin, stabilliyin qorunması, cinayətkarlığa qarşı mübarizədə kifayət qədər uğurların əldə edilməsinə biz sizlərlə nail ola bilmişik. Oğurluq etdikləri evlərin kameralarını sındıranlar saxlanılıblar. Deməli, Binəqədi ərazisində 2 evə daxil olaraq oğurluq ediblər və zərər çəkənlərə ümumilikdə 8500 manat ziyan vurublar. Binəqədi polisi Elməddin Nəcəfli, Muğan Əsədov və Ayxan Quliyevi saxlayıb, onların əməllərini örtbasdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub. Araşdırma davam etdirilir. Qanun layihəsində ilk dəfə olaraq balacalara qarşı cismani cəza anlayışı ayrıca təsbit edilir və bu cür halların yol verilməzliyi açıq formada ortaya qoyulur. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə deyib. Söz gedən qanun layihəsi 8 fəsil 63 maddədən ibarət olmaqla uşaq hüquq və azadlığının dövlət təminatını əhatə edir. Bahar Muradovanın sözlərinə görə mühüm yeniliklərdən biri də onların çətin həyat şəraitindən düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlərin qanunvericilik tələbi kimi müəyyən edilməsidir. Xüsusi mexanizmlər nəzərdə tutulur. Bu sahədə müvafiq icra hakimiyyəti orqanları ilə bərabər prokurorluğun da prosessual nəzarət subyekti kimi müəyyən edilməsi təklif olunur. Uşaqlara qarşı zorakılıq əlamətləri aşkar edilən halda bu barədə məlumat verməyən valideynlər, uşaq müəssisələrinin rəhbərləri, orada işləyən əməkdaşlar, işçilər də müvafiq məsuliyyət daşıyacaqlar. Eyni zamanda uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışı biz praktikada buna bullying deyirik. Bu hallarla bağlı da zorakılıq forması kimi müəyyən edilir bu hallar və müvafiq müəssisələrə bu halların qarşısını almaq üçün konkret öhdəliklər qoyulur. Kürdəmirdən bir ailə təqdim edəcəyik. Ailənin 4 oğlu, 6 qız övladı var. Və ailənin ən böyük arzusu böyük bir evə sahib olmaqdır. Problemlərini çəkdik, dərdlərini dinlədik. Reportajımız var. Mən Məryəm. Mən Xədicə, bu da Fatimə. Mən Murad. Mən Əli. Mən İsmail. Mən Murad. Mən Məhəmməd. Zəhra Zeynəb. Kürdəmir rayonunda yaşayan Rasim Dadaşov həyat yoldaşı ilə birlikdə 10 övlad böyüdür. Ailədə 4 oğlan, 6 qız uşağı var. Ən böyük övlad 18, ən kiçiyi isə 9 aylıqdır. Ata Rasim Dadaşov deyir ki, çoxuşaqlı ailə onun üçün həm ailə nənəsi, həm də böyük məsuliyyətdir. Babamda da 9 uşaq olub, atamda məsəl üçün 9 uşaq, biz özümüz də 9 uşaq idi. Ona görə mənim də məqsədim o idi ki, mənim də 10 uşağım olsun, çox uşağım olsun. Arzuladıq bəli, elə Allaha qurban, Allah diqqətli 10 uşağımız var, böyük maşallah, hamısı da sağlamdır, qəşəkdir. Çoxuşaqlı ailənin bugün əsas və yeganə problemi öz evlərinin olmamasıdır. Hazırda kirayədə qalan ailə hər ay böyük xərclərlə üzləşir. Müraciət etdim evlə bağlı, bizə torpaq ayırdılar. Ondan sonra mənim Kürdəmir rayon icra hakimiyyətinin qəbulunda olum. O dedi ki, nəticə etibarı sizə kömək eləyəcək ki, eviniz olsun. Yəni bizim bir dənə evimiz yoxdur, kirayədə qalırıq, öz evimiz deyil. Öz evimiz olsa daha yaxşı olardı. Yəni 250 manat pulu verirəm ayda. 150-yə yaxında kommunal pulu gəlib çıxır 400 manat. 400 manat özümüzün olsa daha yaxşı olar ki, uşaqlara daha yaxşı baxardıq, yaxşı olar. 400 manat uşaqlarımız üçün xərcləyərdik, daha yaxşı olardı.
Kürdəmir rayon icra hakimiyyətindən bildirildi ki, hazırda rayon icra hakimiyyətinin balansında boş mənzil fondu mövcud olmadığından ailənin mənzillə təmin edilməsi mümkün deyil. Lakin ailəyə ötən il ərzində maddi yardımlar göstərilib və 2025-ci ildə aidiyyatı bələdiyyə tərəfindən həyətyanı torpaq sahəsindən təmin edilib. Bildirilib ki, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlanıldıqdan sonra mövcud imkanlar çərçivəsində əlavə dəstək göstərilə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan məşğulluğa dəstək layihəsi iştirakçılarına habelə həssas qruplar üçün iş yerlərinin yaradılmasına dəstək məqsədli növbəti pilot layihəyə start verib. Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması adlı layihə özünün məşğulluq proqramının genişlənməsində mühüm rol oynayan məşğulluğa dəstək layihəsi üzrə qurduğu kiçik biznesə işçi qəbul edən benefisiarları əhatə edir. Qubada yeni layihə barədə məlumatlandırma tədbiri olub, layihənin məqsədi və icra prosesi barədə ətraflı məlumat verilib. 2022-ci ildə mebel çexim üçün özüm üçün avadanlıqlar almışam və hal-hazırda da işləyirəm, fəaliyyətimi göstərirəm. Təşəkkürümü bildirirəm ki, yəni bu 2 dənə layihədə də qalib olmuşam. Belə dərzi kimi evdə fəaliyyət göstərmişəm 10 il, amma sonradan məşğulluğun belə bir proqramı olmağından xəbərdar oldum və müraciət elədim. 2022-də təmin olundum avadanlıqla və çox razı. Bu avadanlıq mənim üçün çox əlverişli oldu. Avtobuslarda sərnişinlərin rahatlığı və təhlükəsizliyi ən mühüm amillərdən biridir və xüsusilə də təmizliyi. Aqil Ulxanlı gecə saatlarında avtobusların qarajında olub, maraqlı anları çəkib izləyirik. Hər şey çətinliyi var, biz öz işimizi sevirik. Şəhər yatır, amma burada iş gedir. Burada yorulmadan çalışırıq. Həm də xarici təmizliyi işləri görülür. Dərman napor, içi dezinfeksiya olunur yüksək səviyyədə. Gün ərzində 10 minlərlə sərnişinə xidmət göstərən şəhər avtobusları axşam saatlarında xüsusi yuma məntəqələrinə gətirilir. Burada avtobusun tək palçığı, tozu deyil, sanki yorğunluğu da yuyulur. Sərnişinlər boşaldıqdan sonra, bitdikdən sonra marşrutlarımız depoya gələrək hər axşam burada həm şotqalanır, dərman napor olunur. İçinin təmizliyidir, süpürülməsi, silinməsi, şüşələr, qıraqlar, hər bir şey olunur. Yorulmursan? Xeyr, niyə yorulmur? Onda yorulmuyor. Çox sağ olun, minnətdarım. Hazırda şaxtalı hava şəraiti müşahidə edilsə də, ictimai nəqliyyatda təmizlik ən vacib şərtlərdən biri olduğu üçün avtobusların təmizliyinə xüsusi diqqət yetirilir. Yanacaq doldurma məntəqəsində yanacaqla təmin edildikdən sonra yuma məntəqəsinə daxil olur. Burada həm çölü, daha sonra isə avtobusun salonunu müvafiq qaydada, təsdiqlənmiş qaydada təmizlənir. Su şırnaqları avtobusun üzərindən getdikcə yeni bir günə hazırlıq gedir. Şəhər yatır, amma burada iş gedir. Çünki təmiz yol, sağlam şəhər elə buradan başlayır. Çətinliyi var da yəqin. Çünki adicə mən sizdən buradan müsahibə götürürəm, amma soyuqdur. Həqiqətən çox soyuqdur. İndi sizlə də təsəvvür eləyirəm də necədir vəziyyət. Yox, hər bir iş hasant deyil, hər şey çətinliyi var. Biz öz işimizi sevirik. Ailəmiz, uşaqlarımız, hamımız yəni bu avtobus nəqliyyat vasitəsindən istifadə edirik. Biz də çalışırıq ki, bu hər şey qaydasında olsun, təmiz olsun. Yuyulması, ondan sonra texniki baxışdan keçirilməsi, bütün bu sahələr üzrə xidmət göstəririk. Bizim də ailəmiz, bizim də uşaqlarımız, bizim də özümüz də marşrutdan istifadə edirik. Xidmət başına bizi aparır, gətirir. Sərnişinlərin elə rahat gedib gəlməsi üçün burada yorulmadan çalışırıq. Və gəldik çatdıq günün gözlənilən hadisəsinə. Qarabağ Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda Liverpulla üz-üzə gələcək. Oyun Anfield stadionunda Bakı vaxtı ilə gecə 12-də olacaq. Oyunun əsas hakimi Slovakiyalıdır. Liverpool 15 xalla 4-cü pillədədir. Qarabağın 10 xalı var, 18-ci sıradadır və bugün Qarabağdan qələbə gözləyirik. Ola bilər həm məğlubiyyət, həm qalibiyyət rol oynasın. Ki, hər iki halda yəni bu oyundan çox danışılacaq. Amma hər bir halda biz yəni mən dəfələrlə bildirmişəm ki, bu cür komandalara qarşı oynamaq və belə bir stadionda oynamaq biz məğlub olduğumuz halda belə
bizə çox böyük təcrübə verəcək və çox böyük gələcək işimiz üçün çox böyük güvən verəcək. Qarabağ artıq xətti o qədər yüksəkdən qoyub ki, daim qələbə gözləyirik. Nə olsun ki, Liverpooldur. Belə, bizə ayrılan vaxt bitdi. Sabah eyni saatda burada olacağıq və sizə gözləyəcəyik. Hələlik.